Hacı Arif hakkında ne diye ki, biri var diye aileden gitti, biri var kendinden gelir ama Hacı Arif elden gitti. Allah onu rahmet eylesin. Yani bizim kalem dostumuz oldu. Bir yerde zamanlıktan düz olan biraz cüzi yaş farkımız var idi onunla. Ancak hele bir Mecmuə Şəhra Şairlər Məclisi var idi ki orada biz oran üzvüydük, ustadların karşısında en zamanları biz idi. İndi geldi elə bir dövrə çatdıq ki bilmirik indi o ustadlığı eləyə bilirik yoxsa yox. Ancaq ki elə bir günə ki bir şairin ki bir qələm dostu gedəndə elə bir qənədi sınır. Allah ahirətini xeyirli eləsin inşallah. Arif'in şeirinin indi çoxları qəzəl yazır, ancaq Arif şeir yazanda elə bir şəkil çəkirdi, diqqətli idi. Həm ədəbiyyatı yaxşı bilirdi, həm Ziyalı ailəsindən də, o rəhmətli atası Rauf müəllim də dil ədəbiyyat müəllimi olub. Və həm də ki, böyük ustadların məktəbini keçmiş bir adam idi. O elə Həzrət Əlinin qəbrinin üstündə o Əli Əleyhisselama yazdığı şeiri oxuyur. Sonra bir dənə də maraqlı şeirlərlə onun axırıncı ki, Arif sən də öldün, başladı adət, gəlib getdi məclis və cəmaət. Yasdan bir çadır qalmışdı əlamət, onu da sahibi söküb apardı. Elə bir ki, bu insanlar, ümumiyyətlə şairlər elə bir özləri üçün yazırlar. Allah rəhmət eylesin. Mənim üçün böyük itkidir. Bütün Azərbaycan xalqı üçün böyük itkidir. Bəzən biz insanı itirəndən sonra düşünürük, axtarırıq, onda da gec olur. Yol deyəndə yol elə bir missiyadır ki, hər birimiz bu yolu biz gedirik. Amma necə gedirik, bunu bir Allah bilir. Mən qısa danışmaq istəyirəm. Allah rəhmət eləsin Hacı Arifi. Hacı Ariflə bizim aramızda çox az yaş fərqi var, düzdür. Mən onu belə bir hadisə oldu ki, mən onunla daha yaxından tanış oldum. Biz onu Mədəniyyət Sarayında, yaradıcılıq gecəmdə Hacı Arif ilk dəfə onunla orada görüşdük və onun dəyərli sözləri sənət barədə, sənətə verdiyi, təsviri sənətə verdiyi öz fikirləri, özünə məxsus fikirləri mənə doğrudan da həmişə məni bu qüruru verirdi ki, biz onu da bu cürlə belə bir gözəl qəzəlxan şair, Füzulişünas var. Və zaman keçdi, biz onunla bir neçə məclislərdə də olduq. Doğrudan da indi artıq o dünyasını dəyişib, Allah o dünyasını versin. Amma onun dediyi, səsləndirdiyi sənətə, rənglərə, ümumiyyətlə incə sənətə verdiyi dəyər təkcə qəzəl sahəsində deyil, həm də başqa sahələrdə idi. O böyük şərəflə bu yolu davam edirdi və böyük maarifçi idi.